belə keçir də, hə? Bəli, Yəni çay uzun iş günündən sonra, yorğun iş günündən sonra siz istirahəti belə edirsiniz. Bəli. Siz indi fermer adamsınızsa, yəni qabağınıza 2 dənə çay qoymusunuz. Yəni biri bəs eləmir də, eləmi? Bəli, o qədər işləmişəm ki, daim. Bəs necə o bir əliniz boşdur? Yəni bir əlinizlə içirsiniz, o biri ilə də içə bilərsiniz də. Məsələn belə də. Yox, o ədəbsizlikdir. Ədəbsizlikdir. Bəzi adamlar o tərbiyəni sahibidirlər. 2 əllə içirlər. Bəs soruşmaq ayıb olmasın. Siz necə qənimlə içirsiniz? Məsələn, sizin kimi fermerlərin yerə qarşısında indi Yox, mən çox şirini xoşlamıram. Qət çay deyiblər. Hə, qət çay deyiblər. Şəhərlə çay içmək mədəniyyətsizlik. Hə, 2 əllə. Bir əldə yəni 2 qarpız tutmaq. Sizin nə qəşəng cinsiniz var? Bu mənə Amerikadan gəldi. Amerikadan yəni. Bu mənə Trump hədiyyə edib. Trump hədiyyə eləyir. Yəni Trump hədiyyə eləyir, yəni. Hə. Mən bilən onun düzdür milyarderdir, amma onun hədiyyə eləməklə arası yoxdur. O ancaq şeydir, almaqdır. Onunki ancaq almaqdır. Vermək onda yoxdur kitabında. Yox, var. Məndən o dostluğu var. Mən ona əskər yoxmuşam. Qatıq göndərirəm. Sən eşitdiyimə görə Trump'ın yəni süd qatıq tələbatını sən ödəyirsən. Bəli. Yəni bir fermer kimi. O hər adamdan elə ki qatıq süd almır. Məndən alır yəni şəxsən. Salamlayıram buradan da onu. Trump'ı. Hə, onun Azərbaycanlı bəlkə tərcüməçiləri var. Sizin bu salamınızı ona tərcümə edib çatdırarlar. Başqa nə demək olar? Trump'a qatıq göndərir. Buradan da salamlayıram. Bəs o Amerikan bir prezidenti var idi bundan əvvəl, qara rəngli. Barack Obama. Onunla elə də aram yox idi, amma o da yaxşı insan idi. Yaxşı insan idi, hə? Sən bu şalvarı elə-belə bilməyi. Trump'ın başında milyard Tükdən hazırlanıb. Trump'ın başında tükdən hazırlanıb. Onun başında neçə tük varsa. Mən bilmirdim o niyə başında. Şalvar elədim də gəlib palçıq. Deyirəm sən nə verməsən. Səssiz düş deyə bura. Trump alacaq. Bax, Trump'ın başında neçə dənə tük varsa, o qədər milyona hazırlanır. Yaxşı, amma bəzən cicliyi olur Trump'ın. Xahiş edirəm biraz ədəbli danışın. Çünki bir sabah Yox. Mən tərbiyə verirəm ona. Yəni bəzən məndən məsləhət alır. Mən də ingilis dilində yaxşı bilirəm. Məsələn, siz elə güləndə sizin o bir dənə pis dişiniz var, o ekrana düşür. Amma elə gülün, yəni ağzınızı elə eləyin. O gözünüzü. Onunla yemək deyiləm, işləyirəm. Mən bayaq... Tam deyib ki, düzəltdirəcəm mən onu. Yox, belə də yaxşıdır, çox yaraşıq verirsiniz. Güləndə sizə yaraşıq verir. Siz mən bayaq gördüm, siz çox gərgin iş həyatı keçirsiniz. Yəni toğlanı çürümək, sonra onların altını atmaq, yəni çox belə buzovları eləmək, yerbəyər eləmək, bağlamaq. Bu iş sizi bezdirmir? Kənd həyatından sizi bezdirmir? Məsələn, palçığın içində gedib gəlmək. Yox. Mən nə edə bilərəm? Həm də mənim bu çörəyim bu daşdan çıxır, bu peyindən çıxır, palçıqdan çıxır. Bəs siz məsəl üçün başqa sahələrə də gedə bilərdiniz. Məsəl üçün nə bilim, mən bunu balacalıqdan belə seçmişəm. Axıra kimi belə davam elətdirmə bu palçığın içində, peyinin içində. Bəs nədir? Gələcəkdə nə fikriniz var? Gələcəkdə mən biznes idarə etmək istəyirəm. Nə biznesi? Mən eşitmişəm siz müəllim yanına gedirsiniz. İndi başlamısınız riyaziyyatdan hazırlığa getməyə. Riyaziyyatdan hazırlığa gedirsiniz, sonra ingilis dilindən hazırlığa gedirsiniz. Bu nə ilə əlaqədardır? Siz niyə hazırlığa gedirsiniz? Sizə kifayət deyil, məsəl üçün bu gələcəkdə yeni karyeralar qurmaq. Karyera qurmalısınız. Hə. Elə bir ki, siz əlavə işçilər də götürmək istəyirsiniz, başqa xarici əlaqələr də qurmaq istəyirsiniz. Xahiş edirəm biraz yüksəkdən danışın, çünki tamaşaçılar ağır eşidir. Mənim tamaşaçılarım ağır eşidir.
Siz deməli, Sən işçilərin qulağını niyə yuduzdurur? bilirsiniz, yoğun iş rejimində çalışırlar deyə qulaq təmizləməyə vaxtlar olur. Mən Göndərsin o qaran şirkətinə